Bu videonu çəkmədən qabaq oturdum, düşündüm. Görəsən indi hansı mövzu insanlara lazımdır? Hansı mövzunu hər kəs yaşayır? Ən azı çoxluq yaşayır. Bir-birimizi tanımasaq da hansı bənzər hissləri yaşayırıq insanlarla? Və bu sualıma son zamanlarda etdiyim seanslardan, ətrafımda izlədiyim insanlardan, sosial mediada izlədiyim insanlardan cavab tapdım. Hamımızın qəlbi bağlanıb. Nələr yaşamısınız bilmirəm, amma bəzilərimiz özümüzdən incimişik, bəzilərimiz həyata qəzəbliyik, bəzilərimiz başqasının bizi incitməsinə icazə verdiyimiz üçün özümüzə əsəbiyik. Bəzilərimiz günahkar hiss edirik, incinmiş hiss edirik və sanki biraz da həyatdan soyumuşuq. Nələrsə etmək istəyirik, edə bilmirik. Həvəsmi yoxdur, motivasiyamı yoxdur? Əsl səbəb bunlar deyil. Əsl səbəb özümüzə yüklədiyimiz duyğulardır. Sanki qəlbimizin üzərinə nəsə oturub və biz nəsə hərəkət eləmək istəsək də eləyə bilmirik. Gözlə görülməz duyğular və hisslər bizi idarə edir. Aylardır bəlkə də bu hisslə yaşayırsınız. Bu an sadəcə gözünüzü yumun, bədəninizi hiss edin. Bədəninizin hansı hissəsində bir simptom, bir sıxıntı var, bir ağırlıq hissi var? Əgər bu sizin qəlbinizdədirsə, qəlbinizdəki ağırlıq nə zamandandır var? Və bu duyğuları görmədikcə, onlardan qaçdıqca, onlar yoxmuş kimi davrandıqca əslində öz ruhumuzdan uzaqlaşırıq. Bir gün yolda gələrkən hiss elədim ki, mövzu seçməyə motivasiyam yoxdur. Özümə soruşdum, nə baş verir səndə? Və o an qəlbimin sıxışdığını hiss elədim. Əlimi qəlbimə qoydum və hiss elədim ki, çoxdandır onun necə olduğunu soruşmuram. Qəlbimə qulaq asmıram. Qəlbimlə kontaktım azalıb. Beynim düşünür, nəsə etməyə çalışır, amma qəlb geridə qalıb. Çünki mən onu görmürəm. Necə ki bir çiçəyə, bir uşağa, bir böyüyə sevgi və diqqət, qayğı verəndə o böyüyür, gözəlləşir. Qəlbimizə də qayğı və diqqət verərkən o bizə daha gözəl duyğular verir. Amma bəzən olur ki, etdiyimiz hansısa səhvə görə qəlbimizə elə bir damğa vururuq ki, həyata özümüzü elə bağlayırıq ki, bir daha əsla güvənməməyi elə seçirik ki, qəlb sanki olduğu yeri unudur. Qəlbmi bizdən küsür, bizmi qəlbimizdən bilinmir, amma ondan alacaqlarımızdan məhrum oluruq. Müasir zamanda bilgilər çoxdur. Biz çox şey öyrənə bilərik. Amma hər zaman dəb olacaq tək şey var. Qəlbinin ritmini duya bilmək. Qəlbinin duyğusunu yaşaya bilmək. Çünki həyat eşqimizi qəlb verir bizə. Hər hansısa bir hadisə yaşaya bilərik, sınana bilərik, müəyyən duyğulardan keçə bilərik, xəyanət yaşamış ola bilərik, peşmançılıq hissi yaşayarıq, tənbəllik edərik, nəyisə fürsəti itirərik, özümüzü günahlandırarıq. Bir şəkildə dəyişmək istəyib dəyişə bilmədiyimiz şeylər yaşayarıq. Amma əsl qırılma burada baş vermir. Əsl qırılma bütün bunları yaşayandan sonra özümüzə kəsdiyimiz hökmdə, qəlbimizi bağlamaqda yaranır. Və unutmayın ki, elə bir insan yoxdur ki, dünyaya gəlsin və hər hansısa bir imtahanlardan, sınaqlardan, çətinliklərdən keçməsin. Bizim sanki xəmirimiz belə yoğrulub. Yəni dünyada təkamül etmək üçün çətinliklər olmazsa olmaz. Sınaqlar şərtdir. Bəs bu sınaqları yaşayarkən nə qədər küsürük, nə qədər incinirik, nə qədər qəlbimizi bağlayırıq. Ümumiyyətlə qəlbimizi bağladığımızdan xəbərimiz varmı? O zaman ola bilər ki, həqiqətən də dünyaya marağınızı, həyat eşqinizi itirdiyinizi hiss edirsinizsə, nəsə etmək istəyib edə bilmirsinizsə. Təbii ki, burada fokusumuzu dağıdan faktorlar da çox təsir edir. Amma hər birini bir kənara qoysaq, günün sonunda qəlbimiz bizə qalır. Bu an sadəcə əlinizi qəlbinizə qoymağınızı və onu xatırlamağınızı istəyirəm. Bəlkə də onu eşitmirsiniz, bəlkə də onu bağlamısınız və rənglər burada solub bəlkə də. Qəlbinizə mən buradayam deyin. Səni incitdiyim üçün məni bağışla deyin. Səni bağladığım üçün, səndən imtina etdiyim üçün məni bağışla deyin. Səni hiss etməyi seçirəm deyin. Özümə olan küskünlüyümü buraxıram deyin. Sizi incidən insan hər kimdirsə, ona olan küskünlüyünüzü, öfkənizi sənə yüklədiyim üçün məni bağışla deyin. Onun heç bir günahı yoxdur. Sənin heç bir günahın yoxdur. Sən məni bu dünyada var edirsən. Sən məni bu dünyaya bağlayırsan. Sən məni yaşamağa sövq edirsən və mən səni dinləməyi seçirəm. Sənin varlığını hiss edərək qəbul edirəm. Səni görmədiyim anlar üçün məni bağışla deyin. Sənə inanmadığım anlar üçün məni bağışla deyin. Səni çox incitdiyim üçün məni bağışla. İçimdə sıxışdırdığım, qəbul etmədiyim, barışa bilmədiyim bütün duyğuları bu an sərbəst buraxıram.
Bağışlaya bilmədiyim hər şeyi və hər kəsi sərbəst buraxıram. Səni seçirəm, qəlbimi seçirəm, ruhumu seçirəm, insan olduğumu qəbul edirəm və özüm olmağı seçirəm. Yenidən başlayıram. Qəlbinizin yerini hiss etdikdən sonra hər şey oyanmağa və həyat dəyişməyə başlayacaq. Sadəcə ehtiyacımız olan şey özümüzə yaxınlaşmaqdır. Və özümüz dediyimiz şey bizim qəlbimizdir. Nə qədər qəlbən yaşayarıqsa, hər şeyə rəğmən, dünyada olan hadisələrə, haqsızlıqlara, ədalətsizliklərə, başımıza gələn hadisələrə, qonşumuzun başına gələn hadisələrə rəğmən qəlbimizi bağlamadıqca biz insan oluruq. Yaşadığımızı hiss edirik, yaxşılıq etmək istəyirik. Yaxşılığın gözdən düşdüyü bir zamanda yaşayırıq və özümüz belə özümüzü yaxşılığa bağlayırıq. Amma günün sonunda insan olmaqdan uzaqlaşırıq. Müqəddəs duyğulardan uzaqlaşırıq. Sanki kiçik, qiymətli dəyərlərin duyğusundan məhrum oluruq. Sadəcə insan olmağa ehtiyacımız var. Bunun üçün də qəlbinizi bərk-bərk qucaqlayın. O var olduqca siz varsınız.